Füzuli rayon ərazisində Köndələnçay çayı üzərində 3 su anbarı yer alır ki, onlar Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarıdır. Hazırda kənarında dayandığımız su anbarı isə bunların içərisində ən böyüyü, yəni Aşağı Köndələnçay su anbarıdır və su tutumu 9,5 milyon kub metrə bərabərdir. Rayon ərazisindən keçən Köndələnçay üzərində 3 ədəd kaskad üsulla tikilmiş su anbarları Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarları mövcud olmuşdur. Bunların deməli 1951-ci ildə, 1962-ci ildə və Aşağı Köndələnçay su anbarı 1982-ci ildə istismara verilmişdir. 30 il işğal dövründə erməni qəsbkarları bu su anbarlarını tam bu şəkildə istismara yararsız vəziyyətə salmışdır və ümumiyyətlə heç istifadə olunmamışdır. Torpaqların işğaldan azad olunandan sonra ərazilərdə mina təmizləmə işləri getdikdən sonra bu ərazilərdə artıq bərpa işlərinə başlandı və yenidən qurma işləri başlandı. Və 2024-cü ilin may ayında bu işlər tamamilə başa çatdırıldı və cənab Prezident İlham Əliyevin özünün şəxsi iştirakı ilə bu obyektlərin açılışı baş verdi. Və bu su anbarları vasitəsilə işğaldan azad olunmuş rayonumuzun işğaldan azad olunmuş ərazisində 6300 hektar əkin sahələrinin suvarma sürət təminatı həyata keçiriləcəkdir.